Federalistlərin lideri Tamar Çerqoleyşvili dindirilməyə çağırılıb. O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb. Söhbət onun oktyabrın 4-də Baço Axalaya ilə görüşləri barədə verdiyi bəyanatdan gedir. Federalistlərin liderlərinin sözlərinə görə oktyabrın 4-də Baço Axalayanın evinə görüşlər keçirilib və bu fakt milli hərəkatda mübahisələrə səbəb olub. Üstəlik bu mövzuda Mikhail Saakashvili ilə ünsiyyət olub. Hakim komandada məsələni dəyərləndirir və Tamar Çerqoleyşvilinin yaydığı məlumatın onlar üçün xəbər olmadığını bildirir. Oktyabrın 4-də baş verən hadisələrə görə kim məsuliyyət daşıyır? Bu sual hələ də təşkilatçılar tərəfindən cavabsız qalıb. Hakim komanda oktyabrın 4-də prezident iqamətgahına basqın edilməsində mitinqdə məsuliyyət iştirak edənlərin üzərinə atır. Çünki toplantının məqsədi əvvəldən bəyan edilmişdi. Lakin onların fikrincə uğursuz devrilmənin bütün təşəbbüskarları əslində kollektiv milli hərəkatdır. Gürcü arzusunun üzvləri hesab edir ki, oktyabrın 4-də atılan bütün antikonstitusyon addımlar müxalifətin tam lüstrasiyası ilə nəticələnib. Müxalifətin bir hissəsi özü də hesab edir ki, tarix tezliklə seçki günü baş verən prosesləri dəyərləndirəcək və ona öz adını verəcək. Gürcüstanı əsir götürə bilməzsən, bu şüarla Vera parkından parlamentə yürüyüş keçirilib. Nümayiş iştirakçıları yeni seçkilərin təyin edilməsini və etiraz aksiyaları zamanı saxlanılanların azad edilməsini tələb ediblər. Nümayiş iştirakçıları nümayiş tamaşa zamanı zolaqlı paltar geyinib, bununla da onların sözlərinə görə məhbuslara dəstək ifadə ediblər. Nümayiş iştirakçıları həmçinin tikanlı məftillər bağlayıb, həmçinin həbsxanada olan vətəndaşların müraciətlərindən konkret parçalar oxuyub, onlara dəstək olduqlarını bildiriblər. Gürcüstan parlamentinin sədri Estoniya Xarici İşlər Nazirinin bəyanatına cavab verir və deyir ki, bu şəxs Gürcüstanda ayı bayrağı ilə silahlanmış hökuməti ölkə parlamentinin qarşısında devirirmiş. Məlum olduğu kimi Markus Çaxna bəyan edib ki, Estoniya-Rusiya sərhədinin Rusiya tərəfində 7 silahlı Rus hərbçisi müşahidə edilib və müvəqqəti olaraq hərəkət dayandırılıb. Uzun müddətli perspektivdə onlar bu yoldan istifadəni qadağan etməyi planlaşdırırlar. Şalva Papaşvili bu açıqlamaya cavab olaraq yazır. Onlar 7-ni gördülər və bu şəxs Gürcüstanda ayı bayrağı ilə silahlanmış hökuməti ölkə parlamentinin qarşısında devirirdi. Onlar devirə bilməyəndə isə 3 qat olimpiya çempionu elan etdi. Belə ki, onun ölkəsinin olimpiya komandasının son 20 il ərzində qazandığı qızıl medallara nisbətən daha çox qızıl medal qazandı. Hər halda bilməliyik müasir Avropanı kim idarə edir? Şalva Papaşvili yazır. Şalva Papaşvili Macaristanın baş nazirinin bəyanatına da cavab verib və diqqəti bəyanatın Macar liderinin Brüsselin müharibə planına qarşı petisiya kampaniyasına başlamasından danışdığı hissəsinə yönəldib. Parlamentin sədri əmindir ki, Tbilisi küçələrində baş verən hadisələrin arxasında Brüssel dayanır. Əsas qanunverici bəyanatına hakim komandada cavab verir. Onlar deyirlər ki, Brüsselin son vaxtlar real funksiyasını itirib, cəza təşkilatına çevrilib. Həmas İsrailli girovların azad edilməsi prosesinə başlayıb. İsrail mediasının məlumatına görə Qəzzada 7 girov artıq Qırmızı Xaça təhvil verilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaydığı bəyanatda deyilir ki, komitə İsrail və Həmas arasında atəşkəs razılaşması çərçivəsində girovların və məhbusların azad edilməsi və təhvil verilməsini asanlaşdırmaq üçün çox mərhələli əməliyyata başlayıb. İsrail baş nazirinin ofisi izah edib ki, proses 2 mərhələyə bölünəcək və bir neçə saat davam edəcək. İlkin olaraq girovlar Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil veriləcək, daha sonra isə İsrail təhvil veriləcək. Həmas yaxın bir neçə saat ərzində azad ediləcək 20 girovun adını açıqlayıb. İsrail tərəfinin girovları qaytarılmasından sonra azad edəcəyi 1718 nəfəri Fələstinli məhbusun da adını açıqlayıb.